Sonra bu il ərzində, ötən dövr ərzində Rusiyanın neftdən, qazdan əldə elədiyi gəlir 45%-ə qədər azalır. Tək bu ildir. Yəni itkilər böyükdür. Bəs pulu hardan alırlar? Bax, çox qəribə, yəni bənzəri olmayan bir sxemlə bunlar pul əldə edib müharibəni maliyyələşdirirlər və təbii ki, büdcənin xərclərinin böyük əksəriyyəti müharibənin maliyyələşməsinə gedir. Emisiya edirlər. Mərkəzi Bank pul emisiya edir. Yəni birbaşa büdcəni hökuməti maliyyələşdirə bilmir, büdcəni maliyyələşdirə bilmir. Və emisiya olunan pulla o pulları kommersiya bankları resurs kimi alırlar. Yəni bizim də Mərkəzi Bank öz resurslarını kommersiya banklarına kredit resursları kimi satır. Yəni bu dünyada qəbul olunmuş bəlli bir mexanizm. Banklar, kommersiya bankları Mərkəzi Bankın emisiya elədiyi, yəni heç bir əsası olmadan, iqtisadi əsası olmayan, yəni sadəcə olaraq yalançı, biraz da sadə dildə deyim ki, tamaşaçılarımız üçün daha iyi olsun, yalançı pulları emisiya edir və o emisiyada olunmuş pulları kommersiya bankları kredit resursu kimi alırlar və həmin resurslarla, həmin kredit resursları ilə də demək, Maliyyə Nazirliyinin qiymətli kağızlarını alırlar. Yəni, sanki Mərkəzi Bankdan aldıqları resursu qaytarırlar Maliyyə Nazirliyinə, Maliyyə Nazirliyi həmin pullarla müdafiəni maliyyələşdirir, müdafiə xərclərini maliyyələşdirir, hərbiçilərin, bilirsiniz, orada 300-350 min kontraktla, demək, o kontrakt bağlayan döyüşçilərə pul ödənilir, böyük pullardır bunlar.